Ekstrasens Habil bioenerji seansı ilə diqqət çəkdi. Ekstrasens kimi tanınan Habil keçirdiyi növbəti bioenerji seansı ilə maraq doğurub. Onun sözlərinə görə müraciət edən şəxsin üzərində mənfi enerjinin və cadu təsirinin olduğunu müəyyən edib və xüsusi bioenerji seansı həyata keçirib. Ekstrasens iddia edir ki, seans nəticəsində həmin şəxs mənfi enerjidən təmizlənib və özünü daha rahat hiss etməyə başlayıb. Sözü gedən görüntülər sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Allah bismillahirrahmanirrahim. Açıqdan nə hiss edəcəksən, onu deyən. Tamaşaçılar da fikirləşməsinlər ki, bu nəsə qurmadır, nədir? Ya Allah bismillahirrahmanirrahim. Açıqdan indi enerjini ötürülən beyinə, alnından, arxa kürəyinə, hardan enerjini hiss eləsin, onu deyərsin. Nə hiss elədin? Alnından enerjini hiss elədin? Alnından və arxadan. Arxa qaba iki tərəfdə. Ümumi pak insanlar, təmiz insanlar ən birinci alnından hiss edir. İndi ağsaqqal sırazı hiss elədi. İndi hiss eləyəndən sonra əlimi sıxıram başına, enerjini bütün göndərirəm bunun bədəninə, düz ayağına. Ağsaqqal, indi bədənim gedə-gedə qızmağa başlayacaq. Düz ayaqların, dırnağına kimi qızandan sonra, enerji hiss eləyəndən sonra deyərsən, başlayacaq xəstəlikləri daxilindən çəkib çıxartmağa. Bədəndə qarışqa kimi gəzəndə hiss eləndə, yəni ki, təəccüblənmə, qorxu eləmə. O elə bil daxilindəki o ağrıları zadı çəkəcəyəm. Onları hiss eləyəcəksin. Bədənin qızmağa başladı. Sərbəst hiss eləyirsən. Ayaqları getdi enerji. Gedir. Özün də bir danış da, ayaqların bütün qızanda deginə. Qızdı, yaxşı. Ayaqların bütün qızdı. Sərbəst hiss elədin də. İndi ağsaqqal, ayağından başlayacağım ağrıları, yüngül xəstəliklər zadı hamısını çəkəcəyəm. Bədənin rahatlaşacaq, ürəyin sıraşacaq, özü yüngül hiss eləyəcəksən. Onda deyərsən tamaşaçılar. Ya Allah, bismillah. Biraz yüksək səslə deyək ki, qoy izləyicilər də daha aydın şəkildə eşitsin. Nə hiss eləyirsən bədənində hal-hazırda? Tamaşaçılara izah elədi. Yatmış bədəndə elə bil ki, oyanış əmələ gəlir. Damarların kapillərini açılır. Başlayırsan hiss eləmə. Bədəndə qarışqa kimi gəzəndə, harada gəzir, onu da de. Bu var yerdə gəzir. Kürəyimdə, Kürəyində. Bədənin yüngülləşir, rahatlaşırsan. Xeyli quşum olur. Qış oldu. Bu ağsaqqal, Allahın möcüzəsidir. Bəli. Bu elə bil biraz halsızlaşdı. Ağsaqqal deyir, hallaşsın biraz. O bilsən, daxildə bütün ağırlıq, zat çıxandan sonra insan yüngülləşir, yüngülləşəndən sonra yuxu basır. İnsan yatmaq istəyir. İndi ağsaqqal da yatmaq istəyirsən. Yuxu basır. Ağsaqqal daxildəki bütün ağırlıqları götürmüşəm, istirahat eləmək istəyir. Ya Allah, bismillahirrahmanirrahim. Ya Allah, ya Sağ ol, düşünməyin olsun. Ya ağsaqqal, indi ürəyivə də biraz enerjiya verək. Ürəyin qızanda deginə.
Və bəzi pasientlər var, indi bilmirəm, çəkilişdə fikir verdi, vermədi. Mən pasientləri seans eləyəndə, mən özümdən asılı olmayaraq, mən onlara toxunuram. Və bu prosesi görüntü ilə də eləyirəm. Nə var da, pasient oturur, məsələn, xaricdə, Rusiyada, harada oturur, mən onun görüntü ilə də onu da göndərə bilirəm. Yəni ki, bu gücü də Allah təala mənə verib. O bəzi şəkilləyənlər var, inanmayanlara. Onlara elə bir dərs kimi bilsinlər, bu güc də var məndə. Asaqlı, ürəyin qızdı. Allah şükürlər olsun. İndi ürəyin içi tam qızanda deyəcəm. Ürəyin içi qızdı. Hə, şöyə Allah. Ya Allah, bismillahirrahmanirrahim. Ürəyinə bir ağırladı. Ürəyindən nəsə soyuq tullanır çölə. Bilirəm, siz də bunu çəkin. Mən bu yaxınlığına bax, belə eləməyinə ürəyin içindəki bu ağrını, soyuq dəyimi var, çəkib çıxardıram. Ona görə pasiyentə deyirəm ki, ürəyindən nəsə soyuq çıxır. Ağrıları, çünki yaşına görə bax, saqqalda ürəyində ağırlıq zat var da ona görə. İndi nətər ürəyində? Yüngülləşdi? Allah, sağ olsun. Ya Allah, ya Allah, ya Allah.